4-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının, YAP Nizami Rayon Təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və Türk Ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş Qurtuluş Məhkûrəsi, Konstitusiyon Quruluşdan Suverenlik zirvəsinə mövzusunda konfrans keçirilib. Heydər Əliyev adına neft emalı zavodunda keçirilən tədbirdə əvvəlcə ümumilli liderin büstünün önünə əklil və gül dəstələri qoyulub. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş video çarx nümayiş olunub. Çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, partiyanın idarə heyətinin üzvü Arif Rəhimzadə Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən bəhs edib. O bildirib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı. O tarixi qayıdışdan sonra ölkəmizin bütün çətinliklərdən xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, Respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrailovun sözlərinə görə Ulu Öndərin tarixi qayıdışından sonra Respublikada bütün sahələr üzrə dirçəliş dövrü, Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başladı. Siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni konstitusiyası qəbul olundu. Xüsusilə əlamətdar haldır ki, Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Türk Ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Sudeyev İmamverdiyev isə çıxışında bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidməti nümunəsidir. Əgər Ulu Öndər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaqın ən qabaqcıl respublikasına çevirmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək ölkəmizi müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi, inkişaf yoluna çıxardı, deyə Sudeyev İmamverdiyev vurğulayıb. YAP Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov çıxışında 15 iyun Milli Qurtuluş gününün tariximizdəki rolundan danışaraq, müstəqil Azərbaycanın qurulması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Onun sözlərinə görə Ulu Öndər tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi dönməz xarakter almasına nail olub. Sonra Yeni Azərbaycan Partiyasının sıralarından yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub, yubiley yaşında olan partiyanın Nizami Rayon Təşkilatının ərazi partiya təşkilat sədrləri və veteranları təltif edilib. YAP Nizami Rayon Təşkilatının könüllülük layihəsinin məzunlarına sertifikatlar verilib. Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.